kişi qadına hədiyyə verməlidirmi? Və hədiyyə verməsi nə mənaya gəlir sizcə? Yaxşı, xoşbəxt. Səncə kişi qadına hədiyyə verməlidir? Mənim fikrimcə kişi qadına hədiyyə verməlidir. Amma qadının gözü ilə niyə qadınlar kişidən hədiyyəni gözləyirlər? Niyə hədiyyə qadın üçün diqqətin, sevginin simvolikasıdır? Niyə hədiyyə bunu həll edir? Ümumi bədən dili, ümumi sözləri ilə bunu ala bilmir. Xoşbəxt, düşünmürəm bunu tək hədiyyə həll eləyir. Bəli, hədiyyə almaq qadınlar üçün çox incəlik, çox zövq, mən düşünüldüm, mənim haqqımda düşünüldü, mənə hər hansı bir dəyər verildi mənasındadır. Amma bir qadın o hədiyyəni alıb sonrakı mərhələdə həm də gözəl münasibət görmək istəyir, həm də ona gözəl davranılmasını görmək istəyir. Yəni bu təkcə hədiyyə ilə başlayıb hədiyyə ilə bitməyən bir dövrdür düşünürəm. Bəli, vacibdir orada o axı bu təkcə qadın-kişi münasibətlərində deyil, dostluq münasibətlərində də və ya digər münasibətlərdə də bir xoş jest hər kəs üçün dəyərlidir. Çünki düşünür ki, mən düşünüldüm, mənim haqqımda hansı bir məqamda hədiyyə seçilən o 1 saatda, yarım saatda, 2 saatda mənim haqqımda düşünür və mənim hansı zövqə sahib olduğum, nəyi bəyənərəm, nəyi bəyənmərəm. Bu vacib bir məqamdır. Qadınlar üçün də vacibdir. Amma həm də o hədiyyənin içində sonrakı etapda və ya əvvəlki etapda münasibətlərin balansda olmağı, ona qarşı necə davranılmaq vacib bir məqamdır. Bu hədiyyə ilə başlayıb hədiyyə ilə bitməyən bir məsələdir.